Coğrafiyadan xəritələri necə daha rahat yolla öyrənə bilərik? Deməli, nə edirsiniz? Məsələn, həftənin bir gününü heç olmasa 1 saat, çox ehtiyac yoxdur, heç olmasa 1 saat ayırırsınız xəritə üçün. Məsələn, bu həftənin 7-ci günü öyrənirəm litosferi, yəni dağları, düzənliklərin yerini. Nə edirəm? Əvvəlcə hər hansı bir xəritəni açıram. Atlas olsun, ya Google-dan olsun, yazırsınız məsələn Avropanın relyefi. Baxdınız xəritəyə, dağlara, düzənliklərə baxdınız. Sonra nə edirsiniz? Əsas məsələ. Yazırsınız Google-da fiziki xəritə şablon sözünü yazırsınız. Və bu zaman bizim qarşımıza nə çıxır? Bomboş xəritələr. Yəni şəkillər var, yəni rənglər var, şəkildir, rənglər var. Amma yazı yoxdur. Üstünə yazırsınız məsələn 1, 2, 3, 4, 5. Dağların, düzənliklərin yerinə yazırsınız. Məsələn baxırsınız, tutalım 1-də məsələn hansı dağdır? 2-də hansı düzənlikdir? Bunlara baxırsınız və yadınıza düşür. Keçdik gələn həftə məsələn. Gələn həftə öyrənirik iqlim qurşaqlarını. Yenə eyni şəkildə iqlim xəritəsinə baxırsınız və o fiziki xəritə şablon sözünü yazıb tapırsınız boş xəritəni. Yenə rəqəminiz 1, 2, 3, 4. Məsələn, baxırsınız ki, tutalım Şimali Amerikada, məsələn, filan yarımadada hansı iqlim idi baxırsınız. Keçən dərs siz dağlar, düzənliklərə baxanda gördünüz ki, böyük göllərin yaxınlığında nə var? Mərkəzi düzənliklər. Və mərkəzi düzənliklər orada böyük göllər hansı iqlimə düşdü? Artıq siz bildiniz ki, bu kəskin kontinental mülayim iqlimdir. Yəni həm litosferi, həm atmosferi siz daha yaxşı öyrənmiş oldunuz. Yəni bunu belə davam edəcək hər həftə sonu, heç olmasa 1 saat belə davam edəsə, görəcəksiniz ki, xəritəni sizdən yaxşı heç kim bilmir. Yəni 100 olmasın 99% qarantı verirəm.